Deməli uşaqlar, belə bir misalımız var. Əslində mürəkkəb görünsə də çox sadə misaldır. Çünki köklərin dərəcəsi eynidir. Onun üçün biz bunları bir kök altına yaza bilərik. X çıx 4-ün qüvvətində 5, x çıx 2-nin kvadratı, x çıx 4-ün kvadratı, x çıx 2-nin qüvvətində 5. Biz bilirik ki, əsasları eyni olanda, vurma olanda qüvvətləri toplaya bilirik. Yəni, x çıx 4 qüvvətində 5, x çıx 4-ün qüvvətində 2 toplayacaq. X çıx 4 mötərizə üstü 7. Vur, x çıx 2-nin kvadratı, x çıx 2-nin qüvvətində 5 olacaq. X çıx 2-nin qüvvətində 7. Buradan kök alma əməlini yerinə yedirsək, x çıx 4 vur, x çıx 2 alınır. Mötərizələr açaq, sadələşdirək. Mötərizənin açma qaydasını hamımız bilirik. X-ə vurduq x-in kvadratı, x-i mənfi 2-yə vurduq mənfi 2x, mənfi 4-ü x-ə vurduq mənfi 4x, mənfi 4-ü mənfi 2-yə vursaq, müsbət 8. Oxşar toplamları islah eləsək, x kvadratı çıx 6x üstə 8. Bizdən ifadənin qiymətinin hesablanmasını istəyirdik. Biz baxırıq ki, yuxarıda bizə verilib x kvadrat çıx 6x 1-ə bərabərdir. X kvadrat çıx 6x yerinə 1 yazsaq, 1 üstə 8 bərabər 9.